Salam millət, hər vaxtınız xeyir olsun. Hər biri salamlayıram uşaqlar. Bu günləri çox maraqlı bir mövzumuz olacaq. Prop şirkətləri haqqında danışacağıq. Prop şirkətlərindən necə yararlanmaq lazımdır? Adi forex broker deyil dostlar. Bura prop şirkətdir. Buranın öz qayda qanunu var. Rus demişkən öz zamoroçkaları var, öz çətinlikləri var. Bunlar haqqında danışacağıq və mən sizə bu günləri maksimum məlumat verməyə çalışacağam və təbii ki, bir videoya bunu sığışdırmaq olmaz. Prop şirkətlərdə işləmək sizə maraqlısa dostlar, ilk öncədən kanala abunə oluruq və videonu sona qədər izləyirik. Əgər video sizə faydalı olsa, təbii ki, videonu bəyənməyi sizdən rica eləyəcəm. İndi isə keçək biz videomuza görə bu günləri prop şirkətlər haqqında nə məlumat veririk sizə. Ən birinci qızıl qaydalardan biri bizim bir neçə fon hesabımız olmalıdır. Bəli. Bir dənə fon hesabı ilə biz burada uğur əldə edə bilmərik. Çünki dostlar, bəzi dostlarımız olur, mənə yazırlar, müəllim, bəs mən fon hesabını az qala partlatmaq üzrəyəm və yaxud da ki, fon hesabını partlatmışam. Partlatmaq nədir uşaqlar? Yəni, fon hesabını keçə bilmədin, səndə bu uğursuz alındı. Uşaqlar, məndə həddindən artıq çox uğursuz challenge-lar var. Yəni, bu normaldır. Buranın işi budur. Burada iş prosesi budur. Yəni, siz belə deyim də sizə, yüngül sizə ipucu verim, ondan sonra keçək biz bütün videomuza. Baxın, siz ola bilər ki, $1000 pul xərcləmişsiniz fon hesablarına və siz bir dənə uğurlu challenge keçmişsiniz və fon hesabını keçmişsiniz, gəlirə çıxmışsınız, çıxarış eləmişsiniz. Çıxarışınız $2-3 min, siz həmən ora yatırım elədiyiniz $1000 üstündə pul qazanırsınız və minusdan çıxırsınız. Yəni, belə bir sadə bir sistemdir. Mən sizi bunu hal-hazırda izah eləyəcəm. Yəni, burada ümumiyyətlə necə uğur əldə eləmək lazımdır, burada necə hərəkət eləmək lazımdır. Çünki yenə də deyirəm sizə, təkrar olmasın, bura sizin üçün sadə forex broker deyil. Və sadə forex broker deyil ki, siz ancaq burada pluslar əldə eləyəsiniz və yaxud da ki, minus əldə eləyəsiniz. Heç nədən də xəbəriniz olmuyor. Burada elə deyil, burada tam olaraq statistika var. Siz öz statistikanıza tam olaraq baxa bilirsiniz ki, mən necə traderam, mən hansı valutalarda xeyir əldə eləyirəm, hansı valutalarda ziyan əldə eləyirəm, shortlarda xeyir çoxdur, longlarda xeyir çoxdur. Harada səhv eləyirəm, çünki burada səhv eləmək olmaz. Pis səslənsə də, nəyə görə səhv eləmək olmaz? Çünki sizi ban eləyə bilərlər. Bu haqda mən videolar çəkəcəm, sadəcə yenə də deyirəm, hamısını bir videoya sığışdırmaq mümkün deyil. Gəlin görək, mən sizə ilk öncədən nələri göstərirəm və bunları bilməniz şərtdir. Çünki prop şirkətlərinə gəlirsinizsə, siz bu qaydaları bilməlisiniz və ən əsası da hər prop şirkətin öz qaydası var. Yəni, siz girib FAQ bölməsini oxuyun. Mütləq və mütləq şəkildə girirsiniz hansısa brokerdə qeydiyyat eləyirsinizsə, ora depozit eləməmişdən qabaq girin, yoxlayın, görün şirkət sizə nə sunur və sizdən nə tələb eləyir. Çünki onun tələbi vacibdir. Sizin tələbiniz orada vacib deyil. Çünki pulu sizə verən odur. Aydın olurmu sizə? Birincisi uşaqlar, prop şirkət nədir və nəyə görə burada bir hesabla kifayətlənməmək lazımdır? Dostlar, gəlin belə düşünək. Sizin əlinizdə 10 dənə yumurta var, düzdür? Bu yumurtaların hamısını biz eyni yeşiyə qoysaq, yeşik əlimizdən düşsə yumurtaların hamısı sınacaq, düzdürmü? Amma biz onu yerləşdirsək ayrı-ayrı yeşiklərə, 2-3 yeşiyimiz düşsə də əlimizdə 5-6 yeşik qalacaq. Yəni, bu sadə bir teoriyadır, hansı ki, hamınız bunu bilirsiniz. Bu da belə işləyir. Baxın, sizin bir dənə 100 minlik hesabınız olmaqdansa 10 dənə 10 minlik hesabınız olsa daha yaxşıdır. Nəyə görə? Çünki uşaqlar burada faiz dərəcəsi ilə işləyirik. Bura propdur, prop şirkətləri sizə faiz dərəcəsi verir. Məsəl üçün, siz ümumi məbləğin 10%-ni itirə bilərsiniz və yaxud da ki, ümumi məbləğin 5%-ni itirə bilərsiniz. Baxın, adətən prop brokerlərdə gündəlik itirmə faizi 5% olur. Gündəlik itirmə faizi 5% olur. Bu nə deməkdir? Əgər sizin $10.000 challenge hesabınız varsa, siz burada gün ərzində maksimum $500 itirə bilərsiniz. Baxın, diqqətlə dinləyin. $500'dır. Əgər sizdə burada $1 artıq olsa, sizin hesabınız yanacaq. Ona görə buna çox böyük bir diqqət yetirin və diqqətlə bunu eləyin. $450, $470 bağlayın. Gözləməyin. Çünki orada hansısa bir komissiya, hansısa bir spread artıq olarsa o yan bu yan sizin hesabınızı sadəcə bloklayacaqlar. Yəni bloklamaq nədir? Bağlayacaqlar, siz fonu keçməmiş olacaqsınız. Aydın olur sizə. Qazanc oranı, məsəl üçün, sizə
eyni səviyyə verilir. 10% itki, 10% qazanc. Məsəl üçün 2 etapdasınız, 2 step verilir sizə challenge-ı keçmək üçün və sizə 2 step verilir loss eləmək üçün. Yəni itki eləmək üçün. Tutaq ki, sizin 10.000 dollarınız var. Siz bugün gəldiniz və sizin uğursuz əməliyyatlarınız oldu. 450 dollarda deyək ki, bağlayırsınız, mənə qulaq asmısınız, spreadləri gözə almısınız və düşünmürsünüz ki, 500 olanda mən bağlayacağam. Çünki 500'ü gördüsə orada sizin hesab partlayacaq. Yəni bu elə hesablanmır. Burada çünki bəzi 1 dollar, 2 dollar o yan bu yan olur. Ona görə buna diqqət yetirmək lazımdır və nəzərə almaq lazımdır. Xeyirdə də elənçinədir uşaqlar. Xeyirdə siz bir əməliyyatla artıq prop şirkətləri bunu yığışdırıblar. Əvvəl bunu eləmək olurdu. Məsəl üçün bir əməliyyatla birinci etapı keçirdin, ikinci etapda da bir əməliyyatla ikinci etapı keçirdin. Amma indi elə şey yoxdur. İndi sizdən məsələn minimum bir neçə trade günü istəyəcək. Bu əvvəl də var idi. Amma bir neçə əməliyyat istəyəcək sizdən. Yoxlayacaqlar sizin əməliyyatlarınızı. Yəni orada çox ağır qaydalar var. Bu qaydalara riayət eləmək lazımdır. Bir dənə 100 minliyin əvəzinə 10 dənə hesab götürmüsünüz və siz bir-bir bunları keçirsiniz. Məsəl üçün, hansısa bir hesabınızda gündəlik losa elədiniz, o birisi gün gəldiniz, deyək ki, hesab partladı. 10.000 dollar siz gətirdiniz, düşdünüz 9.000 dollara, 91.000 nə qədər artıq demək olar ki, hesab partlayır. Sizin yenə də yerdə 9 dənə hesabınız var. Amma 100.000 dolları siz itirsəz, 90.000'ə gəlib düşəndə artıq sizin hesab partlayacaq və sizin əlinizdə heç bir hesab yoxdur, aydın olursa. Amma 10.000'liklərdə sizin 10 dənə hesabınız var və siz keçəcəksiniz növbəti hesaba. Sizi heç nə dayandırmayacaq, siz yenə də davam eləyəcəksiniz. Əlbəttə ki, sizin əgər imkanınız varsa 100.000 dollarlıq bir neçə hesab sizə xeyir verər. Məsəl üçün, deyək ki, siz max allocation almışsınız və sizin 4 dənə 100.000'lik hesabınız var və sizin fikrinizə gəlir ki, bəlkə mən götürüm bu hesabları birləşdirim, 400.000'lik hesab eləyim. Qəti şəkildə bunu eləməyin. Çünki 400.000'lik hesabda yenə də siz lotu artıracaqsınız. Yəni 100.000'dən necə keçirdinizsə həmən faizi 400'ə vuracaqsınız. Məsəl üçün, deyək ki, burada 1% açırdınızsa, orada 4% açacaqsınız. Yenə də eyni şey olacaq, faiz dərəcəsinin eyni şeydir və siz itirəndə artıq 400.000'lik hesabı itirmiş olacaqsınız. Bir də var ki, sizin 4 dənə 100.000'lik hesabınız var və siz sadəcə bir 100.000'lik hesabı itirirsiniz, 300.000'lik hesab sizin əlinizdə qalır. Yəni 3 dənə 100.000'lik hesab. Bu belə işləyir. Yəni bu prop şirkətlərdə əgər siz işləyirsinizsə, o saat qanınızı qaraltmayın ki, ayda məndə hesab partladı, yəni bura belədir. Sən öz 1000 dollarını itirmirsən. Sən burada şirkətin sənə verdiyi 1000 dolları itirirsən, özün isə cəmi ora 50-60 dollar ödəyərək 10.000'lik hesab ala bilirsən. Yəni şirkətlər var, prop şirkətlər var, hansı ki belə bir qiymətə əldə eləmək olur. Sadə dildə izah eləsək, prop şirkətlər sənin kapitalınla yox, bacarığınla sənə gəlir verir. Yəni bacarığın önəmlidir burada. Əsas məsələ sənin disiplinli trader olmağındır. Dəmir kimi disiplin burada olmalıdır. Sizin 10 dənə hesabınız var, 10.000'lik və yaxud da ki bir dənə 100.000'lik. Bayaqları danışdıq axı. Siz 10 dənə hesabda cəmi 1% eləsəz, məsəl üçün 10.000 dolların 1%-i 100 dollar edir. 10 dənə hesabınız var və siz deyək ki, bu hesabların 5 dənəsini yandırdınız, 5 dənəsi sizə qaldı, düzdürmü? Deməli, 5 dənə hesabdan hərəsindən 100 dollar eləsəz, siz artıq 500 dollar əldə eləmiş olursunuz. Bu nəğdindən sizin gəlirinizdir, plus siz 5 dənə hesabın pulunu da geri qaytarmış olursunuz. Böyük faktorlardan biri, siz challenge keçdiniz, artıq sizə trader statusu verildi, yəni sizə real hesab verildi ki, trade eləyəsiniz, qazandığınızı çıxardasınız. İlk gəliriniz nə qədər olur olsun, tamahınıza sahib çıxın və o pulu saxlayın. Məsəl üçün, 10.000 dollarlıq hesabda gördünüz ki, artıq sizdə 10.100, 10.200 dollardır, hesabı saxlayın, çıxarış gününə qədər gözləyin, çünki həmən o 100 dollar, 200 dollar sizin pulunuz çıxacaq, üstündə sizin ödədiyiniz pulu da geri qaytaracaqlar sizə. Vəsaitdə geri qaytarırlar və sizin artıq bu 10.000 dollarınız sizə havayı düşmüş olur. İkinci etapda siz biraz risk eləyə bilərsiniz. Çünki itirsəz belə heç bir pul itirmiş olmursunuz. Üstəlik siz hələ qazanmış olursunuz. Yəni orada itirdiyiniz həmən o 5 hesab da öz gəlirini üstələyir və siz xeyirdə olmuş olursunuz uşaqlar. Ona görə də bir yerdə saxlamırıq, bir neçə hesabı ayırırıq və öz risklərimizi bölürük uşaqlar. Çünki siz 100.000'lik hesabda ola bilər ki, sizdə uğursuz alınar və siz neçə dollardır orada? 500-600 dollar qiyməti var həmən o 100.000'lik challenge-ın.
siz 100 binliyi itirdikdə o qədər pulunuzu itirmiş olursunuz, vəsaitinizi itirmiş olursunuz və yenidən challenge almaq məcburiyyətində olacaqsınız. Amma 10 dənə hesab sizə öz 5 dənə deyək ki, challenge-unuzun hesabını da qaytarır və üstəlik sizin gəliriniz də olur. Deyə bilərsiniz ki, 10 dənə challenge birdən keçməsən necə olacaq? Keçməsən, yenə də 10 dənə challenge alacaqsan, yenə də keçəcəksən. Yəni, əgər sən 10 dənə challenge-in heç birini keçə bilmədinsə, deməli dostum, sən hələ trader olmamısan və sən hələ məşq eləməlisən. Yəni, bunlardan heç olmasa birini, ikisini keçməliydin. Yəni, bu səni zəif göstərmək üçün deyil, əksinə, mən sənə burada motivasiya verirəm ki, sən çoxlu məşq eləməlisən və özündə bu strategiyaları mükəmməlləşdirməlisən və challenge-ləri keçməlisən. Çünki challenge-i keçəndən sonra adi hesablar sənin üçün çox rahat gələcək. Qaydaları diqqətlə oxuyuruq və eyni səhvləri etmirik. Çünki bloklana bilərsiniz uşaqlar. Məsəl üçün, çox yerlərdə martingale istifadə eləmək qəti qadağandır. Məsəl üçün, siz martingale-dan istifadə eləsəz, broker sizi bloklaya bilər və hesabınızı yandıra bilər. Buna görə isə məyus olmağa dəyməz. Sadəcə girib orada qaydaları oxumaq lazımdır və qaydalarla hərəkət eləmək lazımdır. Əgər qaydalara riayət eləmirsinizsə, bu birbaşa sizin öz səhvinizdir və buna görə broker cavabdehliyi daşımayacaq sizin üçün. Brokerlərin çoxunda siz əgər leverage 100 götürürsünüzsə, məsəl üçün swing account götürmürsə, swing account çox az brokerlər də var, 1-2 broker də var, yəni bu demək olar ki, yoxdur. Ona görə mən sizə bunu tam olaraq deyirəm. Orada qırmızı xəbərlər var. Yəni, qırmızı xəbərlər olduqda, məsəl üçün, 3 buğa başı deyək də xəbərlər. Həmən o xəbərlərdə deyək ki, dollarda xəbər var. Girin, dəqiq oxuyun. Hər brokerdə fərqlidir. Eləsi deyir ki, 1 saat öncə açmamalısan, eləsi deyir ki, 5 dəqiqə öncə açmamalısan, eləsi deyir ki, məsəl üçün, orada fərqlidir. Yenə də deyirəm sizə, baxırsınız, bugün dollarda xəbər varsa, mən bugün dollarda əməliyyat açmıram. Nəyə görə? Çünki orada qırmızı xəbər var və qırmızı xəbərə tuş gəldikdə broker blok eləyə bilər və hesabımı yandıra bilər. Çünki xəbərlərdə işləmək brokerlərdə qəti qadağandır. Yəni xəbərlərdə işləməyə icazə vermirlər. Yəni belə bir qayda qanunu var brokerlərin. Multi account istifadə eləməyin. Məsəl üçün 2 dənə account ala bilərsiniz. Birində long aça bilərsiniz, birində short aça bilərsiniz. Yəni özünüz brokerə fırıldaq gəlmək istəyirsiniz. Belə şeylər eləməyin. O saat sizi blok eləyəcəklər. Yəni indidən deyim, biləsiniz. Burada bu strategiya işləmir. Yəni belə şeylər eləməyin. Düzgün trader olmağa çalışın, düzgün əməliyyatlar aparmağa çalışın uşaqlar. Qəti şəkildə MetaTrader platformasına bot qoşmaq olmaz. Bunu tez bir şəkildə onlar tuta bilirlər. Çünki bot sizin kimi fərqli işləmir. Bot botdur. Yəni buna nə demisənsə onu eləyir və bunu da əlbəttə ki, brokerdə olanlar bilirlər və sizin hesabınızı blok eləyə bilərlər. Bu qaydalara tam olaraq riayət eləmək lazımdır uşaqlar. Bu qaydalardan çıxmamaq lazımdır. Çünki çox jostki, yəni çox sərt bir şəkildə sizi oyundan çıxarda bilərlər və sizin hesabınızı bağlaya bilərlər ki, ümumiyyətlə trade eləməyəsiniz. Sizə çox da asan gəlməsin ki, Pro Brokerdə mən 100 minlik hesab götürəcəm, mən 100 min dollar hesabım var. Yox, o 100 min dolları hələ əldə eləmək lazımdır. Plus hələ oradan çıxartmaq lazımdır o pulu. Göstəriciyə görə dostlar, 95% trader burada öz aldığı challenge-i batırır, yəni partladır. Həmən o 95%-dən keçən 5%-in isə içində cəmi 5-10%, yəni 5%-in, həmən o 5%-in içindən 5-10% isə çıxarış eləyir. Yəni bunların arasında olmaq elə də asan deyil, ona görə həvəsdən düşmürük, axıra qədər hərəkət eləyirik və challenge-ları keçməyə çalışırıq. Yəni, əgər sən challenge-i keçə bilirsənsə, sən artıq uğurlu traderlardan birisən. Yəni, özünü motivasiyadan salma, orada uğur əldə eləmək çox da asan deyil. Gör, bu qədər adamın içində 5%-in içinə düşmək və o 5%-in içində 5% olmaq lazımdır ki, oradan gəlir əldə eləyə biləsən və o pulu oradan çıxarda biləsən. Aydın olur mu sənə? Yəni, bu göstərici nə deməkdir? Hər hesabda fərqli strategiyalar işlət. Məsəl üçün, birində scalping eləyə bilərsən, day trade eləyə bilərsən, birində swing eləyə bilərsən. Məsəl üçün, bizdə swing account verir, hansı ki 30 leverage-dən verir və orada uzun müddətli əməliyyatlar açmaq olar. Məsəl üçün, 1 həftəlik, 3 günlük, 5 günlük, yəni swing əməliyyatlar. O birisi bu Pro Brokerdə sən götürə bilərsən, məsəl üçün, swing eləməzsən, day trade eləyərsən, gündəlik tradelər. O birisi akkauntunda scalp eləyə bilərsən. Hər cür strategiyalardan istifadə eləyə bilərsən, hərəsində başqa-başqa. Ən böyük vacib məqamlardan biri isə heç vaxtı, məsəl üçün, deyək ki, siz AUD USD-də əməliyyat açırsınız. Həmən bu AUD USD-nin əməliyyatını
bütün hesablarınızı açmayın. Məsəl üçün Audio USD bu hesabda açırsan, o birisi hesabda keçirsən, USD GPI açırsan, o birisi hesabda keçirsən. Bu nəyə görədir? Hansısa minus olanda qoy hamısı minus olmasın. Biri minus olanda biri plus olsun, biri plus olanda biri minus olsun. Belə sən yenə də öz riskini azaltmış olursan və qarşıda uğur əldə etmə şansını çoxaltmış olursan dostum. Bir də vacib məqamlardan biri var ki, siz əməliyyatı minimum 2 dəqiqə açmalısınız. Yəni burada 10 saniyə, 5 saniyə, 2 saniyə, mikroskalping, tick scalping belə şeylər eləmək olmaz, qəti qadağandır. Sizi o saat görəcəklər və sizin hesabınızı blok eləyəcəklər. Yəni hesabınızı yandıracaqlar. Burada əməliyyat minimum 2 dəqiqə qalmalıdır və bu da brokerdən brokerə dəyişir. Yəni girib oxumalısınız. Onlar hamısı öz qaydalarını orada yazırlar. O qaydalara görə mənə yazmayın. Çünki mən bütün brokerlərin qaydalarını bilmirəm. Hansı ilə işləyirəmsə onları bilirəm. Və siz də həmən brokerə keçid alanda orada yazılıb yəni. Girirsiniz, baxırsınız və o qaydalardan yararlanırsınız. Təsadüfən əgər elə bir əməliyyat olubsa, məsəl üçün birdən sizin əliniz dəydi, açıldı, sakitcə bağlayırsınız, bir də elə şeylər eləmirsiniz. Yəni o MetaTrader'ın üstündə həmən o paneli yığışdırın. O məndə də elə olur. Bir də görürsünüz ki, məsəl üçün hansısa bir time frame'i basmaq istəyirəm, bilmədən ya sell ya buy, bir də görsən knopka basılır, onu yığışdırın. Əsas odur ki, bu əməli tez-tez eləməyin. Çünki siz tez-tez eləsəz, 50%-dən çox hallarda siz bunu eləsəz, sizi artıq sırf bununla məşğul olan kimi qəbul eləyəcəklər və sizi cəzalandıracaqlar və oyundan çıxardacaqlar. Çox hesaba olmaq müdrik strategiyadır, sizin risklərinizi azaldır. Amma belə deyim, yorucu bir prosesdir. Yəni bunu nəzərə alın. Çünki hesablar çox olanda onları idarə eləmək elə də asan gəlməyəcək. Bunu sizə əvvəlcədən deyim ki, siz hazır olasınız və motivasiyada olasınız. Çünki bu iş prosesdir. Yəni prosesin bir hissəsidir. Stop loss prosesin bir hissəsidir. Take profit prosesin bir hissəsidir. Hesabları idarə eləmək prosesin bir hissəsidir. Məsəl üçün, brokerin sizi oyundan çıxartması, bu da prosesin bir hissəsidir. Yəni buna iş kimi yanaşmaq lazımdır. Bu bir biznesdir uşaqlar. Bu bir biznesdir və siz bizneslə məşğulsuz. Biznesi idarə edirsiniz. Ona görə də diqqətli oluruq, yola vermirik. Hər şey göz qabağımızda baxırıq, qeydlər aparırıq və bilirik. Burada mən nə elədim, burada niyə belə elədim. Məsəl üçün, hər ayın axırında və yaxud da ki, həftənin axırında götürürük, siyahı çıxardırıq. Çünki brokerlərdə var. Hansı əməliyyatlarınız daha uğurludur? Məsələn, short əməliyyatlarınız daha uğurludur və yaxud da ki, long əməliyyatlarınız daha uğurludur. Hansı valyutalarda daha uğurlu əməliyyatlar açırsınız? Bunları nəzərdən keçiririk və strategiyamızı həmən valyutalara uyğun genəlləşdiririk və baxırıq. Məsəl üçün, filan valyutalarda məndə belə xeyir var idi. Bu strategiyadan istifadə eləmişdim. Bu strategiya, məsəl üçün, AUD dollarda daha qəşəng işləyir. Məsəl üçün, USD GPI-də o qədər də yaxşı işləmir. Hansı valyutada error çoxdur, hansı valyutada error azdır. Çünki bu prosesdir uşaqlar və prosesdə siz, məsəl üçün, 3-ün 1-ə strategiyası ilə deyək ki, sizdə 3 gəlirdi, 1 stopdur, deyək ki, 500 itirirsiniz, 1500 qazanırsınız və bu strategiyanı siz pastayanı gedirsiniz. Hər dəfə bu ilə gedirsiniz. Siz bu strategiyadan çıxmırsınız. Çıxmadığınız anlamda, dostlar, bu riyaziyyatdır. 3 qazananda 1 itirəndə əlbəttə ki, sən həmişə xeyirdə olacaqsan. Yəni, sadəcə bu davamlı getməlidir. Bir gündə qazanmaq deyilən bir şey yoxdur burada. Əsl trader bir gündə qazanmağı yox, davamlı bazarda olmağı fikirləşir və davamlı gəlir əldə eləməyi fikirləşir. Yəni bunu düşünməlisiniz, bunu bilməlisiniz. Trading, gambling deyil. Yəni burada hop stop 5 qoydum, 500 götürdüm söhbəti deyil. Burada əsas olan bazarda olmaq və bazardakı situasiyalardan yararlanmaqdır. Hesablarınızın çoxu partlaya bilər. Amma sizin 2 dənə, 3 dənə uğurlu hesabınız minusları sizdə öhdələyəcək. Yəni o minuslardan sizi çıxardacaq. Çünki baxın, siz hesab almışsınız, deyək ki, 600 dollar, deyək ki, 100 bin dollarlıq hesab almışsınız və siz bu hesabı keçdiniz. Hesabı keçəndən sonra sizin 2000, 3000, 4000 dollar gəliriniz olanda, çünki 100 binin üstünə bunu eləmək olur, bu artıq sizin bütün minuslarınızı öhdələyir. Yəni, uşaqlar, biznes kimi yanaşın, yenə də deyirəm sizə, hesablarınız çox olanda, hər hesabda, məsəl üçün, 1% eləsəz, deyək ki, 10 dənə sizin 100 bin dollarlıq hesabınız var, 1 milyonluq fon hesabı, hər birinizə arzu eləyirəm, belə bir fon hesabı, yəni 1 milyon deyək ki, sizin fon hesabınız var. Hərəsindən 1% götürdükdə, bu artıq ayda 10 bin dollar pul eləyir. Sizin nəyinizə yetməz, mən bunu bilmirəm, yəni bu artıq sizin öz probleminizdir. Bunu isə siz daha çox alda bilərsiniz, daha çox işlər görə bilərsiniz və bundan yararlana bilərsiniz. Bu sistem belə işləyir.
Fon hesabı çox getmir. Yəni bu əvvəl-axır partlayır. Çünki siz birinci gəliri çıxardandan sonra ikincidə risk eləməlisiniz. Çünki siz bura qazanmağa gəlmisiniz, siz bura oynamağa gəlməmisiniz və fon hesablarından qazandığınızı əlbəttə ki, real hesablara keçirdirsiniz. Mən də real hesabda trade eləyirəm. Yəni necə real hesabda? Yəni mənim də forex hesabım var. Yaşayıram, dolanıram. Çünki mənə də birdən-birə pul lazım olur. Bir də ki uşaqlar, sizə bir şey deyim, qarşınıza çıxan hər şirkətlə işləməyin. Yəni bunların çoxu skam olur, ödəyə bilmirlər. Skam olmaq nədir? Yəni dəli bir trader girir, yaxşı bir profit əldə eləyir və o profiti ödəyə bilmirlər. Ona görə də skam olurlar artıq. Yəni işləyə bilmirlər. Çünki bu bazarda necə deyirlər, rəqabət böyükdür artıq. Yəni şirkətlər çoxdur. Bunları mən inşallah təlimlərimizdə öyrədəcəm. Yəni hansı şirkətlərlə, hansı endirimlərlə yararlanmaq lazımdır. Çünki endirimlər böyük endirimlər olur. Hansı ki endirimlərlə almaq olur həmən o prop şirkətlərini və onlardan yararlanmaq olur. Yəni bunları mən bilirəm. Və bunları sizə inşallah istəyirəm canlı təlimlər eləyim dostlar Zoom üzərində və sizə tam olaraq sırf bu prop şirkətlərində işləməyi real canlı bazarda mən sizə göstərim bunların hamısını və birlikdə əməliyyatlar açaq. Dostlar, istəyirəm özümə bir community yığım, kimə maraqlıdırsa əlbəttə ki yaza bilər Instagramda və həmən communityyə qoşula bilər. Community necə olacaq dostlar? Birlikdə Discord'a girəcəyik, əməliyyatlar açılacaq. 3 sessiya eləmək istəyirəm. Tokyo sessiyası, London sessiyası və New York sessiyası. Yəni çox adam olmayacaq, maksimum bir 50-60 adam götürmək istəyirəm communityyə. Hansı ki, məsəl üçün mən səhər gəlirəm bazara trade eləyirəm, günorta gəlirəm trade eləyirəm və axşam New Yorkda gəlirəm trade eləyirəm. Və hər sessiyada içinizdən 20 nəfər, məsəl üçün, deyək ki, kim Tokyo sessiyasında trade eləmək istəyirsə 20 nəfəri seçəcəm. Tokyo sessiyasına 20 nəfəri seçəcəm. London sessiyasına 20 nəfəri seçəcəm. New York sessiyasına. Çox adam götürməyəcəm uşaqlar. Community demək, yüzlərlə adam demək deyil. Community sadəcə bu qədər olur. Yəni 30 nəfər, 40 nəfər, 50 nəfər beləncə traderlar seçiləcək. Həm də ki dostlar, təlimlərdən də uğurlu çıxan traderları communityyə götürəcəm və birlikdə işlər görəcəyik. İnşallah hər birinizə uğur və nailiyyətlər arzulayıram. Hansı mövzular sizə maraqlıdırsa zəhmət olmaz şərh bölməsində yazın və gələn səfər biz videomuzu həmən mövzuya uyğun eləyək. Hələ ki əlimizdə mövzular çoxdur, amma yenə də sizin mövzunuzu da dəyərləndirərik. Oldu, özünüzdən müğayət olun, hər birinizə bolca keş və uğurlu əməliyyatlar arzu edirəm. Hələlik.